Gəlin birlikdə sifariş aldığım ətli blinçikləri hazırlayaq. Elə bir reseptdir ki, həm zərif alınır, həm də içlik əlavə edərkən cırılmır. Əvvəlcə blinçik xəmirindən başlayaq. Qabın içinə 1 litr süd, 5 yumurta, 1 xörək qaşığı şəkər tozu və 3 xörək qaşığı duru yağ əlavə edib qarışdırırıq. Unu isə dəqiq ölçü ilə demək olmur. Çünki yumurtanın ölçüsünə və istifadə etdiyiniz unun markasına görə miqdar dəyişə bilər. Ona görə unu hissə-hissə əlavə edib xəmirin kıvamını izləyirik. Stəkan ölçüsü 200 ml-dir. Təqribi 450 qram un əlavə etdim. Xəmirin mikserlə nə qədər yaxşı çalsaq da, mütləq süzgəcdən keçirək. Beləcə topaqsız, ipək kimi hamar və zərif bir xəmir əldə edəcəyik. İdeal blinçiklər hazırlamaq istəyirsinizsə, xəmiri nə çox duru, nə də çox qatı etmək olmaz. Xəmir teksturası sizə ayranı xatırladırsa, deməli doğru yoldasınız. İndi isə yaxşıca isidilmiş tavaya xəmirdən nazik bir qat töküb yüksək odda bişiririk. Unutmayın, blinçik hazırlayarkən yüksək oddan istifadə etmək vacibdir. Əks halda blinçiklərimiz quruya bilər. İndi isə keçək içliyinə. İri doğradığımız soğanı biraz qovurub, ardınca əvvəlcədən qaynadılmış əti və ədviyyatları əlavə edib təxminən 5 dəqiqə birlikdə qovurur. Mən çəkilmiş əti birbaşa qovurmaq əvəzinə bu üsula üstünlük verirəm. İnanın, bir dəfə bu şəkildə hazırlasanız, fərqi mütləq hiss edəcəksiniz. Hazır içliyi ət maşınından keçiririk. Ətli blinçiklər üçün bir püf nöqtəsini daha paylaşmaq istəyərdim. İçlik üçün çox yağlı ətdən istifadə etmək olmaz. Bu, həm dadına, həm də nəticəyə təsir edir. Baxın, necə zərif, yumuşaq və cırılmayan blinçiklər alındı. Məhz belə xəmir hazırladıqda içliyi rahat şəkildə yerləşdirib və blinçikləri səliqəli bükə bilərsiniz. İndi isə blinçiklərimizi bükək. İçliyi həmişə daha tünd rəngli tərəfə yerləşdirirəm. Beləcə, sonradan qızardarkən hər iki tərəfinin rəngi daha bərabər və iştahacan görünür. Hazırladığınız blinçikləri bu şəkildə doldurub uzun müddət buzluqda saxlaya bilərsiniz. Mən sifariş hazırladığım üçün onları qızartmadan qablaşdırıram. Siz istəsəniz dərhal qızardıb süfrəyə verə, istəsəniz də buzluğa qoyub sonra istifadə edə bilərsiniz. Və budur, sifariş olunan blinçiklərim artıq hazırdır. Ümid edirəm ki, reseptimi bəyənəcəksiniz. Əgər faydalı oldusa, videonu bəyənməyi unutmayın. Yeni reseptlər üçün isə Mrs. ailəsinə siz də qoşulun. Növbəti videoda görüşənədək hələlik.